Salam dəyərli abituriyentlər, mən Bəhruz müəllim. Bu gün sizə güvən nəşrlərinin 11-ci sinifləri üçün riyaziyyat fənni üzrə ikinci qrup blok suallarının izahını verəcəm. Bildirir ki, K parametrinin hansı qiymətində 2x çıxılsın y bərabər 10, 4k üstəgəl ky bərabər 0. Tənliklər sisteminin həlli yoxdur. Biz bilirdik ki, tənliklər sisteminin həlli A1 bölünsün A2 bərabər B1 bölünsün B2 fərqlidir. C1 bölünsün C2 olduqda tənliklər sisteminin həlli olmurdu. İndi burada əmsallara uyğun olaraq A1-in 2, A2-nin 4, yəni 2 bölünsün 4 bərabər. B1-in Y-in əmsalı olan -1, B2-nin K olduğunu və kənarda onun sıfırdan fərqli olduğunu qeyd edirik. Buradan biz çarpaz vurduqda 2k bərabər -4, k da bərabər -2 alırıq. Deməli, -2 qiymətində sistemin həlli yoxdur. Keçək növbəti suala. İkinci sualda bildirir ki, düzbucaqlı üçbucağın iti bucaqlarından biri 40 dərəcədir. Bu üçbucağın böyük iti bucağının tənböləni ilə düz bucaq təpəsindən çəkilən düz bucaq tənböləni arasında iki iti bucağı tapın. Burada biz belə bir düzbucaqlı üçbucaq çəkək. Düzbucaqlı üçbucağı çəkdik. Bunun bura düzbucaqdır. Buranı kiçik iti bucaq, yəni 40 dərəcə verək. Düzbucaqlı üçbucağın xassəsinə görə bilirik ki, iti bucaqların cəmi 90 dərəcəni verməlidir. Ona görə 40 üstəgəl 50 90 dərəcə olacaq. İndi bizə bildirir ki, üçbucağın böyük iti bucağının tənböləni ilə böyük iti bucağından bir tənbölən çəkək. Düz bucaq təpəsindən çəkilən düz bucaq tənböləni. Buradan da bir tənbölən çəkirik. Arasındakı iti bucağı tapın. Bilirik ki, bir kör bucaq alınır, bir də iti bucaq. 50 dərəcəli bucaq yarıya bölündükdə 25. 25. Burada da 90 dərəcəli bucaq yarıya bölündükdə 45-45. Tənbölən bu bucaqları yarıya bölür. İndi biz burada üç bucağa baxsaq, buradakı üç bucağa, alınan kiçik üç bucağa görərik ki, burada 45 dərəcə, üstəgəl bu hissənin 25 dərəcəsi, üstəgəl buranı bir x kimi götürsək, bunların cəmi 180 dərəcəyə bərabər olmalıdır. Buradan da x bərabər 180 dərəcə çıxılsın 60-70 bərabər 110 dərəcə alınacaq. Biz kör bucağı tapdıq. Bizdən iti bucağı istəyir. İti bucağı tapmaq üçün biz bilirik ki, bunu məsələn müəyyən bir y kimi götürsək, 110-la y-in cəmi qonşu bucaqlar olduğuna görə 180-ə bərabərdir. Buradan da y alırıq 70 dərəcə. Keçək növbəti üçüncü sualımıza. Bərabər yanlı trapesiyanın iti bucağı 80 dərəcə olarsa, kör bucaqlarının cəmini tapın. Bərabər yanlı trapesiya çəkək. Bərabər yanlı trapesiya. Bilirik ki, bunun yan tərəfləri iti bucağı 80-dırsa, burada 80-dır. Burada 80 dərəcədir. Biz kör bucaqları da x götürsək, deməli bizdən kör bucaqların cəmi, yəni x üstəgəl x bərabər 2x-i istəyir. Biz bilirik ki, bərabər yanlı trapesiyanın ümumiyyətlə 4 bucağın daxili bucaqların cəmi 360 dərəcədir. Buradan alıram x üstəgəl x 2x üstəgəl 80 80 topladıqda 80 üstəgəl 80 belə yazaq bərabər 360. Buradan 2x bərabər 80 80 160 360-dan 160-ı çıxdıqda 200 qalır. Bizdən kör bucaqların cəmini istədiyinə görə daha mən burada x-i tapmıram. Elə birbaşa 2x istəyirdi deyə cavab olur 200. Amma məsələn məndən bir kör bucağı istəsəydi yarıya bölüb tapa bilərdim. Gələk dördüncü suala. Dördüncü sualda baxıram ki, yazıb A kub üstəgəl A üstü -3-ü misalın əvvəlcə özün ya da elə belə deyək də A üstü -3-ü A üstü -1-in kubu şəklində yazaq. Aşağıda da olur A üstəgəl A bölünsün -1. Buradan bunu
Kublar cəmi kimi atsaq olur A kub üstə gəl A üstü mənfi 1-in kubu çıxılsın 3 vurulsun A üstə gəl A üstü mənfi 1. Bunu biz A kub üstə gəl B kub bərabər A üstə gəl B'nin kubu çıxılsın 3 vurulsun A üstə gəl B şəklində açdıq. İndi aşağı olduğu kimi qalır. A üstə gəl A üstü mənfi 1. Davam edək. Bərabər. Burada bir deyib 3 yazmışam. A üstü 1. İndi davam edirik. Deməli burada bunu A üstü 1 hər ikisindən baxıram. Elə A da yaza bilərik. A üstü də bir kimi daha yazdıq. A üstü mənfi 1-i mötərizə xaricinə çıxarsaq, burada bizdə qalır. A üstə gəl. A üstü mənfi 1-in kvadratı. Bunu elə bil bir mötərizəyə də salaq əlavə. Çıxılsın 3 şəklində alınacaq. Buradan da bu orta məxrəc çıxdıqda 3 qalır. Məxrəcdə də alınır A üstə gəl, A üstü mənfi 1. Burada bunlar ixtisar gedir. İxtisar getdikdən sonra bizdə qalır ki, misalımda A üstə gəl, A üstü mənfi 1-in kvadratı çıxılsın 3 şəklində misalım qalır. İndi buradan biz A üstə gəl, A üstü mənfi 1-i müəyyən bir t ilə əvəz etsək, müəyyən bir t ilə əvəz etsək. Buradan alarıq ki, biz bu ifadədə gətirib yerinə qoysaq. Alarıq ki, t kvadrat çıxılsın 3 şəklində müəyyən bir ifadə alarıq. Biz də bilirik ki, burada A üstə gəl, A üstü mənfi 1 böyük bərabər 2. A üstə gəl, A üstü mənfi 1 kiçik bərabər 2 alınır. Yəni bu aralıqda hərəkət edir. Bizdən ən kiçik qiyməti soruşduğuna görə, ona görə burada mənfi 2 dedik. Mənfi 2 qiymətini yerinə qoyarıq. Deməli, t kvadrat çıxılsın 3 bərabər. Mənfi 2-nin kvadratı çıxılsın 3 şəklində. Mənfi 2-nin kvadratı 4, 4-dən də 3 çıxdıqda 1 alınır. Keçək növbəti suala. Növbəti sualda bildirir ki, şəkildə 8 bucaqlı verilmişdir. Biz burada verilən bu çox bucaqlının xaricinə bir çevrə çəkək. Buradan biz görürük ki, deməli, bu bucağı verib. İndi biz burada tapırıq ki, bir daxili bucağın neçə dərəcədir? Düsturu bilirəm ki, 180 vurulsun. N çıxılsın 2 bölünsün N düsturu ilə tapırıq. O da bərabər. 8 bucaqlı olduğuna görə 180 vurulsun. 8-dən 2 6 bölünsün 8. Bunlar ixtisar getdikdə 3 4. 180-ı 4-ə ixtisar aparaq. 45 dəfə düşür. 45 3-ə də vuranda burada bir daxili bucağın 135 dərəcə olduğunu tapırıq. Deməli, bu da 135 dərəcədir. Bu da 135 dərəcədir və bunların hər biri 135 dərəcəyə bərabərdir. Buradan çevrə çəkdikdən sonra burada bucaqlar bunu bərabər, yəni paraleldir bu. Paralel olduğuna görə böyük oturacaq, kiçik oturacaq. Burada bərabər yanlı trapesiya alındığını görərik. Ona görə bunları müəyyən bir Z ilə işarə edək. Buradan da yenə müəyyən bir üçbucaq alınır. Bu da bərabər yanlı kimi düşünsək, y kimi götürək. Burada da bildirmişdik ki, 135 dərəcədir. Üçbucağın xassəsindən istifadə etsək, birinci olaraq deməli yazırıq. Y üstə gəl y və üstə gəl 135 dərəcə bərabər 180 dərəcə. Buradan alırıq ki, 2y bərabər 180-dən 135 çıxdı 45 dərəcə. Y-in də buradan 22,5 dərəcə olduğunu tapırıq. Sonra keçirik ikinci qayda kimi trapesiya qaydasından istifadə edirik. Trapesiya qaydasında yəni z-dərin cəmi 2z üstə gəl 135 135 edir 270 dərəcə bərabər dördbucağın daxili bucaqlarının cəmi
360 dərəcə. Buradan 2 z'in 90 dərəcə, z-in də 45 dərəcə olduğunu görərəm. İndi y-im var, z-im var, məndən x-i istəyirdi. X-i istədiyinə görə biz bilirdik ki, bax bu x, y, z üçü birlikdə burada yazaq ən aşağıda. X üstəgəl y üstəgəl z üçü birlikdə 8 bucağının bir daxili bucağını verir. 135 dərəcəni. İndi burada mən x-i tapmaq üçün 135 dərəcə çıxılsın. Z ilə y-in cəmini toplayıram. Belə deyək. 45 üstə 22 onda 5 edir 67 onda 5 dərəcə. O da bərabər elə 67,5 dərəcə edir. Deməli cavab olur 67,5. Üzr istəyirəm. Keçək 6-cı suala. Deməli 6-cı sualda bildirir ki, müəyyən bir ifadə verilib, ifadəni sadələşdirməyimizi istəyir. Mən baxıram ki, burada bərabər qoyub aşağıda davam edək. A çıxılsın B-ni müxtəsər vurma düsturu kimi kök altda A çıxılsın kök altda B şəklində kök altda A çıx kök altda B kök altda A üstəgəl kök altda B şəklində yaza bilərəm. Və baxıram ki, buradan A çıxılsın B alınır. Məxrəci də kök altda A çıxılsın kök altda B-nin kvadratı şəklində yazsam. Baxıram ki, bəli, A çıxılsın 2 misli A vurulsun B kök altda üstəgəl B. Çıxılsın digər tərəfə də eyni qaydanı tətbiq edirəm. Kök altda A çıxılsın kök altda B. Kök altda A üstəgəl kök altda B. Məxrəcdə də kök altda A üstəgəl burada artıq olacaq kök altda B-nin kvadratı. Bərabər. Burada kök altda AB ilə bunun biri getdi. Burada da pelusu ilə bunun biri getdi. Surətdə qaldı kök altda A üstəgəl kök altda B. Bunun məxrəcində qaldı kök altda A çıxılsın kök altda B. Çıxılsın. Burada surətdə qaldı kök altda A çıxılsın kök altda B. Məxrəcdə də qalır kök altda A üstəgəl kök altda B-nin biri gedir, biri qalır. Bərabər. Yenə bunlara orta məxrəc tapıram. Orta məxrəc bunlara tapıram ki, kök altda A çıxılsın kök altda B. Bunların hasılı. Yəni kök altda A üstəgəl kök altda B olacaq. İndi kök altda A çıxılsın kök altda B. Kök altda A üstəgəl kök altda B. Bunların məxrəci olduğuna görə bura böldükdə A minus B-lər gedir. Kök altda A üstəgəl kök altda B qalır burada. Kök altda A üstəgəl kök altda B qalır. Burada da pluslar gedir. Kök altda A çıxılsın kök altda B qalır. Və buradan görürəm ki, surətdə kök altda A üstəgəl kök altda B-nin kvadratı qalır. Çıxılsın. Məxrəcdə də qalır kök altda A çıxılsın kök altda B-nin kvadratı. Yuxarının da aşağının da belə deyim, müxtəsər vurma düsturu olduğunu görürəm. Aşağını kök altda A çıxsın, kök altda B vurulsun, kök altda üstəgəl kök altda B-ni A çıxılsın B şəklində yazıram. Yuxarıda da yazıram bir dəfə. A kvadrat çıx B kvadrat. Bir dəfə yazıram A üstəgəl B. Yəni üstəgəl kök altda A çıx B. Bir dəfə də yazıram A çıxılsın çıx mənfidə mənfidə üstəgəl olacaq B. Biraz həll prosesi uzun çəkdi misalda. Deməli, burada görürəm ki, kök altda B-lər islah gedir. Burada kök altda A-lar islah gedir, qalır. Bərabər aşağıdan yazaq. 2 kök altda A üstəgəl 2 kök altda B şəklində. Aşağıda da A çıxılsın B şəklində olacaq. Deməli, buradan da
2 A kök altda A üstə gəl kök altda B bölünsün A çıxılsın B olur. Burada böyle bir cavab yoxdur. Yəqin nəsə yanlışlığa yol verdi. Bir dənə əvvəldən diqqətlə baxaq. Ki A. Uşaqlar, burada yanlışlığa yol vermişəm. Burada vurulsundu. Bax, burada vurulsundu. Mən burada vurulsundu. Ona görə bu hissə yanlış gedib. Bir dənə bunu təzədən qeyd edin. Burada arada vurulsun işarəsidir. Mən bunu toplama kimi götürmüşdüm. Deməli, bu formada olacaq. Buradan da görürük ki, 4 vurulsun kök altda AB bölünsün A çıxılsın B şəklində olur. Deməli, mənim cavabım olur burada B variantı. Yəni, yenə deyirəm, bura qədər doğru gəlmişdi. Sadəcə burada vurma işarəsidir. Vurma işarəsinin əvəzinə toplama yazıb sonda həll prosesimi yanlış almışdım. Ümid edirəm ki, bu sualı başa düşdünüz. Keçək növbəti suala. 7-ci sualda bildirir ki, bərabərsizliyin tam həllərinin sayını tapın. İndi burada nə edirəm? X çıxılsın 7 bölünsün 3-ü bir dəfə kiçikdir 2 şəklində götürürəm. Bir dəfə də x çıxılsın 7 bölünsün 3-ü böyükdür 2 şəklində göstərirəm. İndi buradan bir dəfə x çıxılsın 7 kiçikdir 6, x kiçikdir 13. Burada da olur ki, x çıxılsın 7 böyükdür 6. Burada daha doğrusu mənfi 2 götürməli idi. Burada olur mənfi 6. Burada da x böyükdür. Olur ki, müsbət 7, 7-dən 6, 1. Deməli, burada baxıram ki, x 1-dən böyük, 13-dən kiçikdir. Bu da, yəni, x bərabərdir nəyə? 1, 13 aralığına. Burada mən bilirdim ki, tam ədədlərin sayını tapdıqda, hər ikisi adi mötərizə olduqda böyükdən kiçik çıxıb, ümumidən 1-i çıxıram. Cavab olur 10. Biz bunları 1-dən 13-ə qədər yazsaq, sayın 11 olduğunu görərik. 8-ci sualda bildirir ki, aşağıdakılardan hansı biri digərinə bölünməyən iki natural ədədin ortaq olmayan sadə vurğuların hasili ola bilməz. Biri digərinə bölünməyən. Bax, burada baxıram. Məsələn, A bəndi 48. Görürəm ki, 48, məsələn, 48-i yaza bilərəm 16 və 3 kimi. Və biri digərinə bölünməyən. Deməli, hasili ola bilir. Bizə ola bilməzi soruşur. Məsələn, baxıram B, deməli A bəndi olmaz. B bəndi 49-a baxıram ki, 49 ya 7 vur 7 olacaq, ya da 49 olacaq, 49 vur 1. Baxıram ki, deyir ki, bölünməyən ola bilməz. Baxıram ki, elə bu ola bilməz. 50-ni məsələn mən fikirləşsəm, 50-ni fikirləşərəm, 25 vur 2 kimi. Deməli, ola bilir. Sonra 51 fikirləşirəm. 17 vur 3 kimi ola bilir. 52 də 13 vur 4 kimi baxıram ki, ola bilir. Məndən sadəcə burada ola bilməzi soruşur. Cavab olur B variantı. Gedək növbəti suala. 9-cu sualda bildirir ki, tənlik verilib. Yəni 4x kvadrat çıx 16x üstə gəl 7 bərabər 0 kvadrat tənliyi x çıxılsın n bərabər n tənli ilə eyni güclü olarsa m-in hasilini tapın. Buradan diskriminantı tapırıq. 16-nın kvadratı 256 çıxılsın 4 vurulsun 4 vurulsun 7. 4 4-ün 16, 16 7-nin edir 70, 42, 112. 256 çıxılsın 112 bərabər olacaq 140. Buradan x1 bərabər 16 üstə gəl 144-dən kök çıxır 12 bölünsün 2a, yəni 4 2-nin 8. Burada alınır 28 böl 8.
28 bölü 8 də bərabərdir 3 tam onda 5-ə. X2-ni də buradan alaram ki 16 çıx 12 bölünsün 8. Oradan 4 bölü 8 alınır. O da bərabər 0 onda 5-ə. İndi aşağıda moduldan tapıram ki, deməli x çıxılsın m bərabərdir n-dirsə, bunu bir dəfə yazaram x çıxılsın m bərabər n şəklində. Bir dəfə də yazaram x çıxılsın m bərabər mənfi n şəklində sistem tənli kimi. Buradan alıram ki, burada alınır x bərabər m üstəgəl n. Burada da alınır x bərabər m çıxılsın n şəklində. İndi mən burada köklərin 3.5 olduğuna görə ki, 2 ehtimal verə bilərəm. Deməli, bir ehtimalım o olur ki, məsələn, mən burada m üstəgəl n-i 3.5 götürüm. Deməli, bu 3.5 olduqda, bu 3.5 olarsa, deməli, digərin 0.5 götürürəm və yaxud bu 0.5 olarsa, digərin 3.5 şəklində götürə bilərəm. Həll prosesim əsas eyni olacaq. İndi burada digər tərəfdən yazım, buradan yekunda silərik misalın həllində. Deməli, buradan n böyükdür 0 götürsək, n müsbət götürək. Buradan alırıq ki, sistem tənlik kimi qursaq x belə deyəndə m üstəgəl n bərabər olur 3.5-ə. M çıxılsın n bərabər olur 0.5-ə. Buradan n-lər getdikdə 2m-in 4 olduğunu, m-in də 2 olduğunu taparam. M əgər 2-dirsə, m üstəgəl n bərabər 3.5 ifadəsindən n-in də 3.5-dən 2 çıxdıqda 1.5 olduğunu taparam. M vurulsun n hasilini istər 2-ni 1.5-ə vurduqda 3 edir. Deməli, m-in hasili 3-ə bərabər olur. Keçək növbəti sualımıza 10-cu suala. 10-cu sualda bildirir ki, deməli çoxluqdur. B və C çoxluqları A çoxluğu ilə kəsişir. Hər üç çoxluğun 12 elementi var. Deməli n A-da bərabər 12, n B-də bərabər 12, n C-də bərabər 12 şəklində olacaq. Bu çoxluqlardan yalnız iki çoxluğa daxil olan elementlər isə B ilə, deməli B ilə C kəsişir, ortaq olmayan. Hə, deməli B ilə C ortaq o elementləri olmayan çoxluqdur. Deməli belə çıxır ki, B ilə C-nin ortaqları, yəni kəsişməsi boş çoxluq. Boş çoxluqsa deməli bunun sayı olacaq n. B kəsişməsi bərabər olacaq 0-a. Bir də mənə deyir ki, yəni digərlərinin A ilə B-nin kəsişməsi üstəgəl n A ilə C-nin kəsişməsi bildirir ki, daxil elementlərin sayı 4-dür. Bu bərabərdir 4-ə. ABC birləşməni istəyir. Biz bilirik ki, n A, B, C bərabər NA üstəgəl NB üstəgəl NC çoxluqları topladıq və kəsişmələri çıxırıq. Çıxılsın. Elə eyni mötərizədə yazaq. NA kəsişmə B üstəgəl NA kəsişmə C üstəgəl N B kəsişmə C olur. Buradan da bərabər qoyuruq, bərabər. Üçünün cəmi NB, NC-nin cəmin 36 olduğunu bilirik. Çıxılsın kəsişmələri də 0, 4. Bunlar ikisi 4-dür, olur 4. Ümumi sayı istər, deməli 32 elementi var. Keçək 11-ci sualınıza. 11-ci sualda bildirir ki, tənlilər sistemində Y-i tapın. Burada Y-i tapmaq üçün elə birbaşa misalın üzərində yazıram. Məxrəci 2-yə vuraq. Məxrəci 2-yə vursaq, surət olduğu kimi, belə deyək, daha doğrusu yuxarıdakı ifadə olduğu kimi qalacaq. Y bölü 2 bərabər 14. Aşağıda olacaq 4 bölünsün x çıxılsın. Y bölü 4-ü 2-yə vuranda ixtisar gedir 4 ilə 2. Y bölünsün 2 qalır. Bərabər 10-a. Buradan Y2-lərin getdiyini görürük. Getdikdən sonra 4 bölü x üstəgəl 4 bölü x edir 8 bölü x. O da bərabər 24. Buradan 24x bərabər 8. X-i da
üçdə bir olduğunu tapırıq. X üçdə bir isə gətirib yuxarıdakı ifadədə yerinə qoyun. Məsələn, lap birinci ifadədə 4 böl x üstəgəl y böl 2 bərabər 24. 4-ü 3-də 1-ə böldükdə 12 alıram. Üstəgəl y böl 2 bərabər 24. Buradan y böl 2-nin 24-də 24-dən 12 çıxdıqda 12 olduğunu tapıram. Deməli, 4-ü 3-də 1-ə böldükdə 12 etdi. 12 etdi. 4-ü 3-də 1-ə böldükdə 12 edir. Buradan da y böl 2 bərabər 24-dür. 12-dir. Görək nəsə yanlışlığa yol vermədik. Deməli, y-lər getdi. 8 böl x bərabər 24. 24x 3-də 1 aldıq. Gətirib ifadə yerinə qoyduqda 4-ü 3-də 1-ə bölüb 12 üstəgəl y böl 2. Burada uşaqlar 14'tü. 24 şəklində yazmışam. Deməli, buradan 14'dən 2-ni çıxdıqda 2 alırıq. Bərabər 2. Buradan da y-in 4 qiyməti alınır. Deməli, burada sadəcə biz 24 şəklində götürmüşdük. Ona görə yanlışlıq oldu. Deməli, 4 bölü x üstəgəl y bölü 2 bərabər 14 şəklində götürürük. Burada da x-in yerinə 3-də 1 qoyduqda 4 bölü 3-də 1 12 edir. 14-dən 12 çıxırdı 2. Buradan da y-in 4 qiyməti aldığını tapırıq. Keçək növbəti sualımıza. Aşağıdakı kəsirlərdən hansı həm özünü, həm də tərsini sonlu onluq kəsir şəklində göstərmək olar? Mən baxıram ki, deməli tərsi deyirsə, belə deyək, həm özü, həm tərsi deyirsə, həm məxrəci sonlu onluq kəsir qaydasını ödəməlidir, həm də surəti. Baxıram ki, məsələn, o sonlu onluq kəsirin qaydası o idi ki, 2 və 5-lərdən ibarət olmalıdır. Məxrəc 2 və 5-lərdən ibarət olmalıdır ixtisar olunduqdan sonra. Amma burada tərsi də bildirdiyinə görə surət də 2 və 5-lərdən ibarət olmalıdır. Baxıram ki, burada məxrəc 2-lərdə, amma surət 7-dir. Deməli, bu olmaz. Baxıram, burada məxrəc 7-də olmaz. Surətdə həm də 3 var. Burada baxıram, 2 vur 3, 5. Olmaz. Məxrəcdə 3 var. Burada baxıram, deməli, bu 5-dir. Bu 4-ü də yazaram 2 vur 2 kimi. Yəni, 4-ü yazıram 2 vur 2 kimi. Məxrəcdə də 5. Həm bu belə də sonlu onluq kəsir olur. Bunun tərsəsini də çevirsək, yenə 2 və 5-lərdən ibarət olduğu üçün sonlu onluq kəsir olacaq. Deməli, cavab olur. Bu, burada da 3 var deyə cavab olmur. 13-cü sualda digər hissənin həllini silək. Deməli, 13-də bildirir ki, ABCD trapesiyasında AK və BK tən bölənlərdir. AK ilə BK tən bölənsə biz bilirik ki, deməli, trapesiyanın yan tərəfə bitişik bucaqlarının tən bölənləri perpendikulyardır. 90 dərəcədə kəsişir və orta xətt üzərində kəsişir. Düz bucaq təpəsindən burada da mən görürəm ki, bura düz bucaq təpəsidir. Buradan çəkdiyim bu median, çəkdiyim median hipotenuzun yarısına bərabərdir. Hipotenuz 6-dırsa, deməli median olacaq 3 şəklində. Mən burada da AD-ni istəyir məndən. KY-ni 5 verib, BC-ni 3 verib. AD-ni istəyir. AD-ni də 1x götürsəm, bilirəm ki, trapesiyanın orta xətti, yəni 3 üstəgəl 5. 8 bərabərdir oturacaqların cəminin yarısına. Buradan da x üstəgəl 3-ün 16 olduğunu tapırıq. Buradan da x bərabər olur 13-ə. Deməli, cavab olur A bəndi. Sonra gələk 14-cü sualı. 14-cü sual da maraqlı sualdır. Deməli, 14-də bildirir ki, bərabər tərəfli üçbucaq verilib. Müəyyən bir bərabər tərəfli üçbucaq çəkirim. Deməli, burada bərabər tərəfli bir üçbucaq çəkdim. Bilirəm, bərabər tərəfli üçbucağın bütün tərəfləri bərabər. Buraların hər birini x götürürəm. Bunları x götürdükdə bunun perimetrin 3x olduğunu görürəm. Məndən perimetri burada soruşur. Deyək ki, tərəflərindən birini 6 sm azaltdıqda bərabər yanlı üçbucaq alınır. Deməli, bunun oturacağını mən azaltmışam.
Oturacağını azaltdım. Bu x idi. X idi, oturacağı azaltdım 6 santimetr. Oldu x çıxısın 6. Və indi bunun perimetrini tapaq. Perimetri görürəm ki, olur 3x çıxılsın 6 şəklində. Və bildirir ki, yeni fiqura altın bu əvvəlki bərabər tərəfli tutacağın perimetrin 80%-nə bərabər oldu. Yəni 3x çıxılsın 6, 3x-ə böldükdə bu 3x-in 80% oldu. Yəni 80 bölünsün 100. Buradan 80 ilə 100 ixtisar gedir, qalır 5-də 4. Çarpaz vururam. 5'i 3x sıx 6'ya vuranda 15x sıx 30. Deməli, bərabər 4'ü də 3x-ə vuranda olur 12x. 15x-dan 12x çıxanda 3x digər tərəfə keçir 30. Buradan da alıram ki, 30-u 3-ə böləndə tapıram ki, 10'dur. Deməli, bunun oturacağı 10'dur. İndi bizdən x çıxısın 6'nı istər. X çıxısın 6'nı istədiyinə görə 10'dan 6'nı çıxırıq. Alırıq 4 santimetr. Deməli, alınan fiqurun oturacağı 4 santimetrdir. 15'də bildirir ki, bir daxili bucağı 172 dərəcə olan düzgün çoxbucağın tərəflərinin sayını tapın. Biz bilirik ki, daxili bucağın düsturu bu idi. Deməli, bir daxili bucağı tapmaq üçün tərəf 180 dərəcəni, bunu buradan silim. Dərəcəni yazaq, sonra tərəfə keçək. 180 dərəcəni vururuq n-2-yə, bölürük. Bir daxili, bu ümumi daxili bucaqlardır, amma bir daxili bucaq deyir deyə bölürəm. Düzgün çoxbucaqlının tərəfi nədir? 10. Buradan da bərabər 172 dərəcə olduğunu görürəm. İndi 180-ı bu n-ə vurduqda olur 180. N çıxılsın 360 dərəcə. Bərabər 172-ni də n-ə vurduqda 172 n alınır. Buradan çıxdıqda alıram ki, 8n bərabər digər tərəfə keçdikdə 360 dərəcə. Buradan da n alıram 45 dərəcə. Deməli, daha doğrusu 45 bucaqlı. Burada dərəcə ləğv olur, 45 bucaqlı olur. Yəni, bunlar dərəcələri budur. Deməli, mən tapıram ki, burada mənim çoxbucaqlım 45 bucaqlı imiş. İndi gələk 16-cı sualın həllinə. 16-cı sualda deməli bildirir ki, AOB və SDY iti bucaqlarında OA paraleldir DY. İlk növbədə bir dənə AOB iti bucağını çəkək. Deməli, bu olsun mənim AOB iti bucağım. AOB. Bildirir ki, o A'ya D'yi paraleldir. Bir dənə buradan paralel D'yi çəkirəm. D'yi və həmin OB də DC-yə. Buradan bir dənə DC çəkirəm. Buradan bir dənə DC çəkirəm. Bura perpendikulyar olsun. DC çəkdim. Şərtlərimi ödədi. Həm OA D-yə paralel oldu, həm də OB DC-yə perpendikulyar oldu. İndi bildirir ki, deməli, bucaq AOB çıxılsın bucaq CDY bərabər 24 dərəcə. İndi buradan mən alıram. Baxıram ki, deməli, görürəm ki, iki paralel, bunu belə bu formada uzatsam, görürəm ki, iki paralel düz xətt çəkilir və üçüncü çəkilən xətt o kəsəndən əmələ gətirdiyi bucaqlardır. Bura baxıram, alfadırsa, bura alfadırsa, deməli, burada alfadır. Bu alfadırsa, bunlar qarşılıqlı bucaqlar olduğuna görə, deməli, burada alfadır. Deməli, indi mən buradan baxıram. Burada bilirəm ki, 90 dərəcədir. Deməli, burada mən müəyyən edirəm ki, bax, bu AOB ilə, bucaq AOB üstə gəl. Bucaq CDY. Niyə görə CDY? Deməli, bax, burada görürəm ki, bunu məsələn bir dənə M qeyd eləsək.
Burada məsələn bir dənə L olsa, məsələn, bu OML bucağı görürəm burada CMA-ya, bu da elə qarşılıqlı bucaqlar olduğuna görə bu formada bərabərdir. Bu da çarpaz bucaqlara görə, daha doğrusu iki düz xəttin kəsənlə əmələ gətirdiyi bucağa görə görürəm ki, CD Y-yə bərabərdir. CDY bərabərdir CMA, o da bərabərdir OML bucağı. Deməli, bu da elə CDY bucağına bərabərdir. Cəmi də verir. Baxıram ki, bu 90-sa, deməli bu bucaqların cəmi 90 dərəcə verməlidir. Buradan CDY-lər gedir. Qalır 2 bucaq AOB bərabər 90, 24, 114, 114 dərəcə. Buradan da bucaq AOB-nin 114 2-yə böləndə 67 dərəcə olduğunu görürük. Məndən CDY-ni istəyir. Bucaq CDY bərabərdir. Digər tərəfə keçir. 67-dən 24-ü çıxıram. 67-dən 24 çıxdıqda 43 dərəcə 24, deməli 67, 114, 6, 57 eləyir. Burada uşaqlar 57. 57 eləyir. 57-dən də 24-ü çıxdıqda 33 dərəcə olduğunu tapıram. Burada 114-ü 2-yə böldükdə 57 edir. Ümid edirəm ki, sualın izahı hər kəsə tam aydın oldu. Keçək növbəti suala. Növbəti sualda bildirir ki, 17-ci sualda x çıxılsın 3 böyükdür 3x üstəgəl 37 bərabərsin ən böyük tam 50-ni tap. Buradan mən tapıram ki, x-i keçirdirəm bu üzə 2x işarə qalır olduğu kimi keçir bu üzə olur mənfi 40, 37 də mənfi kimi keçir. Buradan 2x kiçikdir mənfi 40 alıram. Buradan da x kiçikdir mənfi 20. Mənfi 20-dən kiçik ən böyük ədəd olur mənfi 20. Bir şəklində misalımın həlli olacaq. Sonra keçək növbəti sualımıza. Deməli, cavab olacaq burada A bəndi mənfi 21. 18-ci sualda bildirir ki, 18-ci sualda deməli, A ədədinin tam hissəsi ilə kəsr hissəsinin fərqi A-nın yarısına bərabərdir. Bu şərti ödəyən neçə ədədim var? İndi gələk burada ilk növbədə müəyyən bir x götürüm. X olsun A-nın tam hissəsi. Tam hissə. Bir y götürüm. Y də olsun A-nın kəsr hissəsi. A-nın kəsr hissəsi. İndi buradan mənə bildirir ki, mən bilirəm ki, x-la, belə deyək də, deyir ki, fərqi A-nın yarısıdır. Yəni, x-dan y çıxanda A-nın yarısıdır. Amma mən bildirmişdim ki, belə deyək, biz bilirik ki, daha doğrusu x-la y-in cəmi bərabərdir A-nın özünə. Burada A-nın elə bu olduğunu görüb, yəni belə deyək də, AX üstəgəl Y bölü 2 olduğu qəbul edirəm. Deməli, X çıxılsın Y bərabər olur. X üstəgəl Y bölünsün 2-yə. Buradan da alıram ki, 2-ni X çıx Y qabranda 2X çıxılsın 2Y bərabər X üstəgəl Y-ə. Buradan da alıram ki, 2x-dən x çıxıram. X o da bərabər 3y. Buradan da y bərabər olur. X bölünsün 3-ə. Buradan mən baxıram ki, deməli bu aralıq olur. Aralıq olur. Burada davam eləyək həllinə. Deməli 0 kiçik bərabər x bölü 3. Bir də 1 aralığı. Burada bunu da 3-ə vurduqda alınır ki, 0 kiçik bərabər x, o da kiçikdir 3. İndi mən bu aralıqdakı ədədlərə baxıram. Bu aralıqdakı ədədlər olur 0, 1, 2. Şərtimi ödəyən. Çünki mənə deyir ki, bu şərti ödəyən neçə müsbət ədəd var? A ədədi var. İndi gəlib mən bir-bir yoxlayıram. Baxıram ki, 0-da ödənməz. 0 qiyməti qoysam elə x da 0, y də 0 alınacaq. Müsbət ədədləri məndən istəyir. Ona görə gəlib x-a 1 qiyməti verirəm. X bərabər 1 olduqda 0 görüb belə deyək də bunu elə müəyyən bir qayda kimi qəbul eləyək. X 1 olduqda deməli mənim y-im olacaq
X bölü çiftdə 3-də 1. Gəlin yoxlayaq. 1 üstə 3-də 1, 1 tam 3-də 1 edir. 1 tam 3-də 1 də 3-də 4 deməkdir. Cəmi 3-də 4. Fərqi də 1-dən 3-də 1 çıxanda alınır. 3-də 2 şəklində. Yarısıdırmı? Bəli, yarısıdır. Deməli, 1 mənim şərtimi ödədi. Gələk indi şərtimə sonuncu qiymət olan x-i yoxlayaq. Burada y bərabər 3-də 2 alınacaq. Əgər 3-də 2 alınırsa, yenə 2 üstə 3-də 2 edir. 2 tam 3-də 2. 2 tam 3-də 2 də 3-də 8 deməkdir. 2-dən 3-də 2 çıxanda 1 tam 3-də 3-dən 3-də 2 çıxanda 1 tam 3-də 1, o da 3-də 4 edir. Görürəm ki, bəli, bu da mənim şərtimi ödər. Deməli, 2 də mənim şərtimi ödədi. Deməli, cavab olacaq 18-də B bəndə. Əgər hesablama yanlışlığına yol vermədiysə, ümid edirəm ki, verməyəcək. Cavab olur A bəndi. Daha doğrusu D bəndi. Keçək növbəti sualımıza. Burada deməli, uşaqlar, baxıram ki, A, M B-yə bərabərdir. Bunların aşağılarında A1, M1, B1 şəklində göstərsəm, görürəm ki, bunların hər biri 90 dərəcədir və bunlar arasında məsafə eynidirsə, bu M1 orta xətt. Deməli, M1 buradan bərabər olur. A1 üstəgəl B1 bölünsün 2-yə. M1 6 onda 4. 6 onda 4 bərabər. 4 onda 8 üstəgəl x bölünsün 2-yə. 4 onda 8 üstəgəl x bərabər 12. 12 onda 8 elə hesablama səhv olmasın. X də bərabər olur 8-ə. Ümid edirəm tam doğru şəkildə izah edə bildim. Keçək növbəti suala. Deməli, qövs verilib. Qövsə uyğun hesablama prosesi etməyimizi istər. Deməli, burada baxıram ki, mənə toxunan verilib, bir də kəsən verilib. Burada məndən istəyir ki, BAN. Buradakı bu alfa bucağın istəyir. Biz bilirik ki, toxunanla kəsənin xassəsinə görə, əgər kəsən çevrənin daxilindən keçirsə, bilirik də burada bir qaydamız var. Çevrənin mərkəzindən keçərsə, onda ayrı qayda olur, 90 dərəcə qaydası. Amma burada çevrənin mərkəzi olduğunu göstərməyib. O səbəbdən böyük qövsdən alfanı tapmaq üçün, yəni bucaq alfa bərabər bucaq BA-yı, o da bərabər böyük qövs, yəni BME qövsü, BME qövsü çıxılsın kiçik qövs BNC qövsü bölünsün 2-yə. Bu qayda ilə həllimi alacağam. Deməli, bərabər 126 çıxılsın 62 bölünsün 2. 126-dan 62 çıxanda 64 qalır. 64-ün də yarısı 32 olacaq. Cavab olur A bəndi. 21-ci sualda bildirir ki, fərqi 8 olan 2 ədəd fərqi 8-dir. A çıx B 8-dir. Kvadratları fərqi 16-dır. Yəni A kvadrat çıx B kvadrat bərabər 16. Bu ədədlərin hasilini tapın. A vurulsun B-ni istəyir. Burada baxıram ki, müxtəsər vurma düsturudur. A çıxılsın B, A üstəgəl B bərabər 16. Buradan A üstəgəl B-ni tapmaq üçün A çıxılsın B 8-dir. 16-nı 8-ə bölüb 2 tapıram. İndi gəlib buradan tapıram ki, A üstəgəl B bərabər 8-ə, A çıxılsın B bərabər 2-yə. Buradan B-lər getdikdə 2A bərabər 10, A bərabər 5 alıram. A 5-dirsə B də bərabər, A-nın yerinə 5 qoysam, daha doğrusu A-nı burada 5 tapdım. A 5-dirsə buradan görürəm ki, B məndə mənfi 3 olacaq. B olacaq mənfi 3. Çünki mənfi toplayanda bəli 8 eləməlidir. Deməli, B olacaq -3 şəklində. Yəni, məndən bunların hasilini istəyir. 5-i -3-ə vurduqda cavab -15 olacaq. Daha doğrusu burada uşaqlar deyirəm, baxıram ki, müsbət 3 alınır. Daha doğrusu burada A üstəgəl B 2-dir. A çıxılsın B 8-dir. İndi 2-dən 5 çıxanda bəli, -3 alınacaq.
Keçək 22. Bərabər yanlı üçbucağın oturacağına bitişik daxili bucağı 36 dərəcə olarsa, təpədəki daxili bucağı tapın. Bərabər yanlı üçbucağı bir dənə çəkək. Deməli A, B, C şəklində qeyd eləsək, bitişik bucaq 36-dırsa, bərabər yanlı üç bucaqda yan bucaqlar bərabərdir. Buranı da x götürsək, deməli x bərabər olur 180 çıxılsın bu bucaqların cəmi 72-dən. Bundan da bunu çıxdıqda 108 qalacaq. Təpədəki daxili bucaq 108 dərəcə olur. 23-də bildirir ki, deməli, kvadratından 20 vahid kiçik olan ədədlərin kvadratından 20 vahid kiçik. Yəni kvadrat çıx 20 bərabər ədədin özünə. Kiçik ədədin kvadratları cəmini tapın. İlk öncə burada bu ədədləri tapaq. A kvadrat çıx A çıx 20 bərabər 0 olacaq. Buradan da Viet teoreminə görə A birimi tapıram. Deməli köklər cəmi müsbət 1, deməli mənfi 4, 5 olacaq. A2, 5. Mənfi 4-ü 5-ə vuranda mənfi 20. Köklər cəmdə mənfi 1-in əksi müsbət 1. İndi burada baxıram ki, mənfi 4-lə 5 ədədlərimdir. Həqiqətən yoxlasam görərəm. Mənfi 4-ün kvadratı 16. 16-dan 20-ni çıxanda mənfi 4 qalır. Şərtimə uyğundur, lap yazacaq. Mənfi 4-ün kvadratı çıx. Mənfi 4 mötərizdə yazacaq 20 bərabər. Görürəm ki, 16, 16-dan 20 çıxanda mənfi 4 ödəndi. 5-in kvadratı çıxır 20 bərabər 5 ödəndi. Deməli, indi bunların kvadratları cəmini istəyir. Mənfi 4-ün kvadratı 16, 5-in kvadratı 25. Kvadratlar cəmi olacaq 41. Gələk növbəti suala. Bildirir ki, x-in hansı qiymətində ifadənin mənası yoxdur. Biz bilirik ki, məxrəcin sıfırdan fərqli qiymətində ifadənin mənası yoxdur. X fərqlidir 2. Deməli, 2 qiymətində. Sonra gələk 25-ci sualda bildirir ki, diaqonalları sayı tərəflərinin sayından 25 vahid çox olan çox qabarıq, çox bucaqlının tərəflərinin sayını tapın. İndi burada baxıram ki, mən istifadə edəcəm diaqonallar qaydamından. Diaqonallar qaydamından istifadə edərək misalı həll etməyə çalışaq. Deməli, burada diaqonalı necə tapırdıq? Qabarıq çox bucaqdır. Biz bilirik ki, diaqonalların sayı bərabər n vurulsun, n çıxılsın 3 tərəflər bölünsün 2 düsturu ilə tapırdıq. İndi burada mənə bildirir ki, diaqonalların sayı tərəflərin sayından 25 vahid çoxdur. Deməli, burada n üstəgəl 25 olduğunu qeyd edir. Burada da n kvadrat çıx n kimi qeyd edirəm, məxrəc 2. 2-ni bura vurduqda olur n kvadrat çıx 3n bərabər 2n üstəgəl 50. Buradan da n kvadrat bu üzə keçdikcə olur 5n çıx 50 bərabər 0 şəklində. n1-i Vietə görə tapıram ki, n2 cəmi müsbət 5 hasili mənfi 50. Görürəm ki, ondan mənfi 5-dir. Çox bucağının tərəfləri mənfi ola bilməz deyə sayı getdi. Deməli, n-im 10-dur. N-im 10-dursa, indi məndən istəyir ki, çox bucağının tərəflərinin sayını tapın. İndi mən gəlirəm, bu tərəflərin sayını tapmaq üçün onu 7-yə vuracam. Oradan onu vururam. Bu tərəflərin sayını tapın, bəli. Deməli, onu vurub 7-yə böləcəm 2-yə. Ondan 3 çıxanda 7 bərabər. Deməli, bu mənim 35 dənə tərəfi var imiş. Bu çox bucağının 35 tərəfi var imiş. İndi məndən növbəti baxıram 26-cı sualda istəyir. 26-cı sualda istəyir ki, 192 ədədin hesabi kvadrat kökünü A və B natural ədədlər olmaqla AB şəklində yazdıqda, deməli, burada 192-ni ilk növbədə vurğularına ayır. Ayıranda görürəm ki, 2-yə böldükdə 96, 2-yə böldükdə 48, 2, 24, 2,
12 2-yə böləndə 6, 2-yə böldükdə 3, 3-ü 3-ə böldükdə 1 şəklində alınır. Burada məndən sorur ki, A üstəgəl B cəminin ən kiçik neçə ola bilər? İndi mən gəlib 192-ni burada baxıram kök altda. Bunların hasili edir 64. 64 vur 3 kimi yaza bilərəm. Belə olsa alınacaq 8 kök altda 3. Sonra 192-ni yaza bilərəm. 192-ni yaza bilərəm. 16 vurulsun 12 kimi. Yenə indi burada baxıram, alınacaq 4 kök altda 12. 12-dən də çıxır, yenə eyni şeyə gəlib çıxacaq. Yəni bunu fərqli-fərqli formalarda yaza bilərəm. Məsələn, 192-ni yaza bilərəm. 4 vurulsun, 4 vurulsun. Belə deyək də 4-ü nəyə vuran da 48 edir də 48. 48 formasında və s. yazmaq olar. Buradan da 2 kök altda. İndi mənə bildirir ki, elə ən kiçik. Yəni buradan da mən yazsam gəlib bu ifadələri alacam. Elə ən kiçik neçə ola bilər? Deməli 8 ilə 3-ü toplayıram. Cəm olur 11. Növbəti sualımıza gələk. Növbəti sualda bildirir ki, uyğunluğu müəyyən edin. Həlli yoxdur. Yeganə həlli var, sonsuz sayda həlli var. A bəndi mən burada yazsam, görərəm ki, A bəndi olur. X müxtəsər vurma düsturu kimi. X üstəgəl 2-nin kvadratı böyük bərabər 0 şəklində. Görürəm ki, bu ifadə sıfırdan böyükdür, mənfi də 0 və 0-dan böyük aldığına görə deməli bunun sonsuz sayda həlli var. Deməli D gəldi. Deməli birincidə baxıram ki, sonsuz sayda həlli var. Deməli, A bəndi gəldi 3-ə. Sonra gəlirəm B bəndinə baxıram. Yenə görürəm ki, belə deyək, bu A bəndidir. B bəndində görürəm ki, yenə x üstəgəl 2-nin kvadratı böyükdür 0. Yenə görürəm uyğun aldı. Deməli, o da sonsuz sayda həllə uyğundur. C variantına baxıram ki, yazıb x üstəgəl 2-nin kvadratı kiçik bərabər 0. Yəni burada yeganə həll var. Çünki bu 0-a bərabər ola bilər. Ona görə bu gəlir yeganə həllə. D bəndinə baxıram elə öz aşağısında. Görürəm yazıb ki, x üstəgəl 2-nin kvadratı mənfi olsun. Yəni 0-dan kiçik mənfi ola bilər. Xeyr, deməli bunun həlli yoxdur D bəndinin. E bəndində yenə baxıram ki, x kvadrat burada alınır ki, mənfi 4. Mənfi 4-dən gəlir. Mənfi 3 ola bilərmi? X kvadrat. Daha doğrusu mənfi 5, mənfi 6 və s. xeyri ola bilməz. Ona görə bu da həlli yoxdura gedir. Buradan mən kvadrat tənli kimi də yazsam görərəm ki, deməli 0 çıxırsın 4 vur 4, 16, 0-dan da 16 çıxanda diskriminant mənfi olduğuna görə bunun həlli olmayacaq. Deməli bunları da bu sualda tapdıq. İndi isə keçək situasiya suallarımızı həll edək. Deməli, burada bildirir ki, yer günəş ətrafında hərəkət etdikcə aralarındakı məsafə dəyişir. Bu hərəkət zamanı ən kiçik məsafə 1,47 vurulsun 18 kilometr olur. Günəşdən yerə gələn enerjinin 30% əks olunur, qalanı isə yer səthinə və atmosferə udulur. Bu enerjinin 40% atmosferə, qalanı yer səthinə udulur. Yer səthində hər 1000 metr yüksəkliyə qalxdıqca havanın temperaturu 6 dərəcə Selsi azalır. Farenheitdən Selsiyə, Selsidən Farenheitə keçidi verib və situasiya suallarımıza baxaq. 28-ci sualda bildirir ki, yer ilə günəş arasında ən kiçik məsafə 5. Ən kiçik məsafənin fərqi ən böyük məsafənin ən kiçik. Biz yuxarıda gördük ki, ən kiçik məsafə deməli ən kiçik məsafə olacaq 1,47 vurulsun 10 üstü 8 kilometr. İndi məndən ən böyük məsafəni burada soruşur ki, nə qədər olacaq və standart şəkildə yazmağımı tələb edir. İndi mən burada ən böyük məsafəni x götürsəm, x-dan ən kiçik məsafəni çıxaram.
47 vur 10 üstü 8 bərabər olar aradakı məsafə, yəni 5 milyon kilometr, 5 milyona da 5 vurulsun 10 üstü 6 kimi yaza bilərəm. Buradan görürəm ki, x bərabər 5 vurulsun 10 üstü 6 üstə gəl 1,47 vurulsun 10 üstü 8 olacaq. Sonra gələrik növbəti bərabər 5 vurulsun 10 üstü 6'nı 0,5 vurulsun 2 dənə sola verici üstü düşdüyünə görə ədədin qüvvəti 2 dənə artacaq. Üstə gəl 1,47 vurulsun 10 üstü 8 olacaq. Sonra buradan 10 üstü 8'i orta məxrəc kimi biz çıxardıq da bərabər. Burada 0,5 ilə 1,47'ni toplayırıq. 1,52 vurulsun 10 üstü 8 olacaq. Deməli, ən böyük məsafəm olacaq. Burada verilən qədər. Sonra gələk növbəti sualımıza. Növbəti sualda bildirir ki, 1 saniyədə 1 kvadrat metr sahədən əks olunan enerji 420 joule olarsa, yer səthində 1 saniyədə 1 kvadrat sahədə udulan enerji neçə joule-dur? Bu da maraqlı misaldır. Deməli, indi bunun həllinə yanaşaq. Deməli, İlk növbədə götürürəm ki, yuxarıda mənə bildirmişdi. Yuxarıda görürdüm ki, məsələdə gələnin 30%-i əks olunur. Deməli, 100%-dən, burada 100-ü qeyd edirəm. 30% əks olunursa, deməli bunun 70%-i udulur. 70%-i udulur. İndi burada mənə bildirir ki, o 70%'in, yani 70% 0,7x kimi götürsək, 40%'i atmosferində. Yuxarıda görsək qeyd eləmişdi. Deməli, 40%-i atmosferində, qalanı yer kürəsində udulur. 40'ı atmosferindirsə, qalanı, yəni 60% olur. 60%-i yəni yer kürəsinə aid olan hissədir. İndi baxıram ki, 1 saniyədə 1 kvadrat metrdə 420 joule əks olunur yerdə. İndi taparam ki, 420'nin 30%-i nədir? 420'nin 30%-ni tapaq. 420 30%, daha doğrusu 30% yer kürəsindədirsə, indi görək ümumi neçə joule-dur bu. Buradan da x-in 100% olduğunu taparıq. Buradan x bərabər 420 vurulsun 100 bölünsün 30 alınacaq, gedəcək 14, deməli olacaq 1400 joule. Deməli ümumi 1400 joule enerji var imiş. İndi mən yekunda tapmalıyam ki, bunun nə qədəri, mənə belə deyək də, məndən burada istəyir ki, yer səthində enerji neçə joule-dur. Ümumi yer səthində enerjini məndən tələb edir. İndi mən bilirəm ki, 70%-i yer kürəsinə gəlir. Ona görə bu verilən 1400'ün ikinci addım olaraq, bu birinci addım idi. İkinci addım olaraq 1400'ün 70%'ini tapıram. Yəni 1400'ü vururam %70'e. Ümumi 100%'dir. İndi bunun 70%'i, yəni burada yuxarıda da şərtdə görürük ki, qeyd olunmuşdur. 70%'i mənə, məsələ buradadır. Deməli, bunun 70%'i, 30%'i əks olunur, 70%'i mənə çatırdı. Ona görə indi bunun 70%'ini tapıram. Bunun da 70%'i edir, sıfırlar gedir. 14 7'nin 98, 980 joule qalır. Deməli 980 joule-dur. İndi üçüncü addım olaraq da o 980 joule mən bildirdim də 70%-i udulur. İndi mənə də o 70%'in lazımdır mənə 60%. Yəni udulanı tapdım yer kürəsinə. İndi onun 40%-i atmosferə gedir axı. Mənə atmosfer lazım deyil. Mənə yer kürəsinin özü lazımdır. Deməli, üçüncü addım olaraq da 980 yer kürəsinə gələn joule-un
Tapıram 60%-ni ki, yəni yer kürəsi onun nə qədərin odur. %60-a vururam. 0 bununla gedir, bu 0 bununla gedir. 98-də 6-ya vuranda 540, 588. Deməli 588 joule yer kürəsinə 1 saniyədə enerji udulur. Deməli, veriləndən ümumini 420 joule verilmişdi. Ümumi nə qədər joule olduğunu çıxartdıq. Buradan 1400. Sonra 1400-dən 70% gəlmişdi. O 70%-in yerə ümumi gəldiyini çıxardıq. Ümumi yerə gələndən də atmosferdə udulduğun 40%-i kənara qoyub, həmin o 60% yer kürəsinə gələni çıxardıq. Cavabı aldıq 588 joule. Sonuncu situasiya sualına baxaq. Bildirir ki, Xəzər dənizi səviyyəsində 28 metr aşağıda yerləşir. Xəzər dənizinin sahilində dəniz səviyyəsindən 22 metr hündürlükdə yerləşən A məntəqəsində temperatur 14,7 dərəcədir. İlk növbədə hündürlük fərqini tapaq. Məsələn, bura hündürlük görürəm ki, 22 metr hündürlükdür. Bu da 28 metr dərinlik. Deməli, böyükdən 22-dən mənfi 28-i çıxıram. Burada qalır 50 metr məsafə. Deməli, burada 50 metr həmin çökəkliklə belə deyək də hündürlüyün arasında 50 metr məsafə var. İndi mənə bildirmişdi ki, yuxarıda 1000 metrdə 6 dərəcə azalır. 1000 metrdə 6 dərəcə azalırsa, deməli qeyd eləyək. 1000 metrdə 6 dərəcə Celsius azalırsa, indi biz 1 metrdə nə qədər azaldığını tapaq. 1 metrdə x dərəcə Celsius azalır. Buradan x bərabər 1 vur 6 bölünsün 1000. O da edir 0,1000-də 6 dərəcə. İndi bunu da 50 metr olduğuna görə 50-ni vururuq 0,1000-də 6-ya. Bərabər olur, deməli 0,3 olur. 5'e vuranda 30, 50'ye vuranda 0,3 dərəcə olur. İndi misalımın davamı olaraq mənə bayaq bildirmişdi ki, A məntəqəsində temperatur 14,7-dir. İndi bu 0,3-ü də onun üzərinə gəlirəm. Deməli 14,7 üstə gəl 0,3 bərabər 15 dərəcə Celsius. Tapdım 15 dərəcə Celsius. Məndən Fahrenheit soruşur. Mən də bilirdim ki, Fahrenheit düsturum necə idi? Fahrenheit bərabər 1,8 vurulsun joule üstə gəl 32 şəklində. Burada da 1,8-i vururam 15-ə, üstünə 32 gəlirəm. 15-i 1,8-ə vuranda 15, 12, 27, 27 üstə gəl 32. O da bərabər olur 59 Fahrenheit. Deməli, bu situasiya sualımın da cavabı olur 59 Fahrenheit. Ümid edirəm ki, uşaqlar, sualların izahı hər kəsə tam aydın oldu və hər birinizə imtahanda uğurlar arzu edirəm.